Bölmə 4, dinləmə mətni 4. Günəş üfüqdə əyilməyə başlamışdı. Yorğun səyyah elçini acılıq əldən salmışdı. Onun gözü restoran axtarırdı. Nəhayət mavi haşiyəli, üzərində çəngəl və bıçaq şəkli olan nişan yolun kənarında parladı. Bu, qarşıda restoranın olmasına dair nişan idi. Elçin dərin bir nəfəs aldı və sükanı sağa döndərdi. Yaşıllıqlar içində gizlənmiş balaca bir restoran qarşısında dayandı. İçəri girən kimi isti çörək qoxusu, samavarın buxarı və səmimi gülümsəmələr elçini qarşıladı. Masaya gətirilən isti xörəklər, qızardılmış balıq və təzə tərəvəzlər ona uzun yolun yorğunluğunu unutturmuşdu. Yeməyini bitirdikdən sonra Elçin maşınına tərəf addımladı. Elçin bu səyahət zamanı gəzintidən zövq alırdı. Çünki onun bu yolda xəbərdarlıq, məlumat verici və digər yol nişanları kimi dostları var idi.